bağlamanı sizlə bir yerdə açıb və görəcəyik bugün bizə nə gəlib və onu bir harda və nə üçün istifadə edə bilərik. Gəlin başlayaq. Bugünkü bağlamada bizə bit saxlayan gəlib uдлинитель və yəni maqnitlə bit saxlayan. İndi bir dənə bit gətirim, yoxlayaq, görək necə saxlayır. Deməli, bu bit saxlayan bax beləcə 25 milli uzunluğunda olan bitlərlə birbaşa istifadə edir. Çünki bunu nə şurup bağlayana, nə də vint bağlayana birbaşa bağlamaq olmur. Amma bax belə görürsünüz, qoyulur nasatka və vəsə maqnitləndir. Fikir verin, tərpənmir, eləmir, bərkdir. Nerjaveyka dəmirdən hazırlanıb. Çox səliqəli yığılıb. Yəni, çox çətinliklə çıxır geri, yəni bərk oturur içində. Bax, belə biti, bunu da ya vintaverta, ya da şurupaverta salıb istifadə edə bilərsiniz. Bu bit saxlayanın bir özəlliyi də var. Görürsünüz, bax belə açılır və 15 dərəcə bax belə əyilir. Bu da nəyə imkan verir? Əgər siz haradasa patolog, yuxarıda patoloqa yaxın bir yerdə istifadə edirsinizsə, onda siz bax belə bunu buradan bax belə çardıb, əyib 15 dərəcəyə rahat bir şəkildə şurup bağlayanla ya vint bağlayanla hansısa bir bağlantını, samarezə ya boltu siz rahat bir şəkildə bağlaya bilərsiniz. Gördüyünüz kimi çox keyfiyyətlidir. Bu da bura oturanda yəni əyilmir. Görürsünüz, rahat çıxır, girir. Yəni belə rahat bir şəkildə bax belə bir uдлинителdən, bax belə bir 25 milli bitlər üçün belə bit saxlayandan siz yararlana bilərsiniz. Onu da sizə qeyd edeyim ki, yenə də xüsusiyyəti 15 dərəcə vaxt belə əyilir və onun gözəlliyi bundadır ki, siz yuxarı bir yerdə, harada ki, belə düz şurupaverta saxlayıb ya vint bağlayanı, ya şurup bağlayanı belə saxlayıb istifadə edə bilməyəcəksiniz. Bax, belə aşağıdan rahat bir şəkildə öz samarezlərinizi bağlaya bilərsiniz. Yəni, qısadaca olsa, bugünkü bağlamada bizə nə gəlib və nədə istifadə olunur? Mən sizə qısa da olsa məlumat verdim. Video xoşunuza gəldisə like qoyun, mənim kanalıma abunə olun, kommentariyalarda öz fikirlərinizi bildirə bilərsiniz. Mən isə sizinlə sağollaşıram. Sağ olun, salamat qalın.